Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizlə bölüşməyi unutmayın. Kanalımıza abunə olmağı yaddan çıxarmayın. İnşallah sizlərin də əlavə bildikləri bu mövzuda nələrsə varsa bizlə paylaşsanız şad olardıq. Demək artıq yaz gəlibdir. Düzdür, mart ayının sonları biraz yağışlı keçdi. O da yaxşı bir şeydir. İnşallah bu il daha məhsuldar olar. Artıq yavaş-yavaş havalar isinməyə başladı. Amma tam ot formalaşmadığına görə heyvanlarımıza burada gündə bir yarım tay ot atırıq. Ondan sonra da burada bağda, digər yerlərdə, bu yaşıllıqlarda heyvan tapdığını biraz tapsa onunla qarnını doydurmağa çalışır. Öncəki videolarımızda yəqin ki görmüşdünüz. Bu il keçənçisinə qatdığımız Silent təkəmiz var idi. Bir də Mursiana var idi, hansı ki bu dönmə küərlərə onu qatmışdıq. O təkələrin ikisini də artıq göndərdik, getdilər, onları satdıq. Bu il onların yerinə burada görmüş olduğunuz bu qırmızı təkəni, Hələb təkəsini aldıq, gətirdik. Buynuzsuz bizim sürünün yeni lideri olasıdır bu. Maşallah olsun, yaxşı heyvandır. Allah min bərəkət versin inşallah, sağ-salamatçılıq olsun. 2 yaşı var bu təkəmizin. Yeni almışıq, bugün keçinsinə qatdıq. Bir günlük keçinsində dursun, ondan sonra ayırasıq. Bir ay buna bir yaxşı baxaq. Canı o qədər də yaxşı deyil, canını tam tutsun. Ondan sonra bir aydan sonra təqribən aprelin sonlarına təkrar keçinsinə buraxasıq. Görək keçilərimiz təkəsini götürsə istəyirik. Heyvanlardan sentyabr-oktyabr ayında bala alaq. Görək alınasıdır. Bir də burada Silent təkəmiz var. Daha doğrusu Silent Hələb mələzi keçən ilki çəpişlərimizdən biridir. May ayının çəpişidir, hələ 11 aylıqdır. O da maşallah yaxşı boylu heyvandır. Düzdür, salı bu Hələb qədər yoxdur uzunluğu, amma boy olaraq Hələbdən biraz balacadır. Biraz canı zəifdir. O Mursiana bunu yaman bir yerdə qalırdılar. İmkan vermədi bunu yeməyə, döydü, elədi. Ona görə zəif qaldı bu. Amma yavaş-yavaş özünü tutur. İndi onu da hələ ki saxlayırıq, görək. O hələbimizi qatarıq keçinsinə, təmiz hələbi. Onu da baxıq gələcəkdə sağlıq olsun. Ya saxlayarıq ya indi istəyən eləyən olsa satarıq, o gələcəkdə olan işdir. Bu keçimiz təkəmiz təzədir deyə hələ keçilər onun üstündə bir hökmranlıq qurmağa çalışır, amma təkə çox fikir vermir onlara. Buynuzsuzdur. İstəyirik heyvanları yavaş-yavaş çevirək buynuzsuza, çünki buynuzlu olanda ciddi problem olur bu dəqiqə bir neçə keçinin. Məcbur başından bağlayıb saxlayırıq damda, yoxsa heyvanları bütün qırıb batırırlar yeməyəndə, ot yeyəndə. Ona görə buynuzsuz olmağı daha yaxşıdır. İndi bu il Allah qismət eləsə bu buynuzsuz təkəni qataq görək nə göstərir. Ümumiyyətlə keçi əsasən təkəsini götürür payızda, yəni avqust, sentyabr, oktyabr aylarında. Amma aprel-may ayında da təkə götürmə ehtimalı var keçin. Düzgün baxılsa, düzgün qulluq olunsa, canı yaxşı olsa, yemi yaxşı olsa təkəsini götürə bilər. Biz də bu il indi onu bir eksperiment eləmək istəyirik ki, görək nə göstərir. Əgər alınarsa, indən sonra bu dövrü dəyişmək istəyirik ki, payızda keçidən bala alaq, yazda təkəni qataq. Yay vaxtı artıq keçi soğulub, qurutmuş olsun. Çünki yayda bizdə burada hava çox isti olur. Həmin o istidə də keçidən nə aldığımız südün bir səmərəliliyi olmur, həm də balalar da yaxşı inkişaf eləmir istidə. Ona görə ən yaxşısı payızdır. Görək bu il nə göstərər, onda bir eksperiment eləyək. Keçilər artıq otlarını yedilər, indi yavaş-yavaş burada gəzəsidirlər bağda. Birazdan çıxarıb aparasıq biraz o tərəfə. Oralarda gəzəndən sonra axşama qədər bir də qarınlarını doydursunlar. Bu
Keçən ilki çəpişlərimiz, çörəklərimiz deyək də, onların içinə mursiyananı qatmışdıq. İndi onlardan bir dənəsi biraz daha tez götürmüş təkəsini, o bu günlərdə bala verməlidir. Digərləri də təqribən 15-20 günə bala verməlidir. 5-6 dənəsi bala verəsidir. Bir də 3 dənə keçimiz təkəsini gec götürmüşdü və bu yan-yana duranlar bacıdırlar. Bu çöər təkəsini gec götürdü ağ, bu buynuzu əyri olan. O doğar aradasa may ayının əvvəlinə. Bu da onun anasının keçənki balasıdır. Bu amma bir 15 günə, 20 günə bala verməlidir. Bu da bizim sanənimiz, bayaq dediyim. Sanən hələb mələzi daha doğrusu. Onun anası da reanimasiyadadır. Onun anası da biraz xəstələnib. Görək onu sağalda bilirikmi? Bu il bizim bir vaksinasiya var idi. Onu gec elədik. Vaxtını ötürdük deyə çox təəssüf 2 dənə keçimiz sağaldanmadı. Xəstələndi, öldü. Bir dənə mursiyanamız, bir dənə də qara sanənimiz var idi. O keçilərimiz öldü. Bir dənə də balaca çəpişimiz. 3 dənə heyvan itkisi oldu bu il. İndi olan yerdən ölər. Allah əvəzini versin inşallah. Allah bərəkətini artırsın. Ona görə heyvanları vaksin vurduq. Bir 15 gün əvvəl. Sırf o vaksinin təsirindən biraz məhsuldarlıq aşağı düşüb, həm də otun da çox dəyəri yoxdur. Ot hələ təzədir. Quru otumuz da qutarıbdır. Çox ot verə bilmirik. Sabah axşam yem veririk. O da heyvan qarnı doymur deyə biraz ciddi məhsuldarlığı yoxdur. Amma o göy ot artdıqca yəqin ki bir 10 günə, 15 günə tam buralar yaşıllaşar. Ondan sonra heyvanların südü də özünə gələr deyə düşünürəm. Təkəmiz buraları kəşf eləyir. Bugün azadlıqdadır. Bugündən sonra bunu 20 gün, 25 günlük içəri salasıyıq. Ondan sonra geri buraxarıq keçinsinə. Həm biraz özünə gəlsin, həm də heyvanlar da özünə gəlsin. Ondan sonra inşallah təkələrini götürərlər. Bu təkədə dediyim kimi də bu 11 aylıqdır. Bir də mursiyana bunun üzərində ciddi orada dedafşina qurmuşdu. Bu yazıq çox arıqladı, canı yaxşı idi. Şimdi mursiyana gedəndən sonra biraz rahat deyər. Təkə getdi oradakı qoyunların yanına. Buraları təzədir, buraları kəşf eləməyə çalışır. Görək inşallah bu təkə ilə dönmə köyərlərimizi qatandan sonra artıq ikinci mələzi alasıyıq da, ikinci F2 deyiləni alasıyıq. Allah qismət eləsə bu dönmə köyərlərimizdən. Artıq onlar hələbə daha yaxın olasıdırlar. Onların da həm boy olaraq, həm görünüş olaraq onlar hələbə daha çox oxşayasıdırlar və daha məhsuldar olasıdırlar deyə planlayırıq. Sağlıq, salamatçılıq olsun. Amma bu il görək bu ilk keçənki mələzlərimizlə bu mursiyananı qatırıq. Bunlardan ilk 3 tərəfli özünüzdə mələz alasıyıq. Yəni həm elə bir çəpiş olasıdır ki, onun canında həm hələb, həm mursiyana, həm də sanən qanı olasıdır. Görək o nətər olasıdır, o da mənim üçün maraqlıdır. Təkə bu da böyük ehtimal boy atar, çünki təqribən bir 3 yaşına qədər rahat boy atır heyvan. Bunu da düşünürəm boy atar. İndi sağlıq, salamatçılıq olsun. İnşallah yaşayarıq, görərik. Təkə də ağacdır. Yol gəlibdir ona görə. Qarnını doydurmağa çalışır. Aha, itimiz də gəlib, balaca küçük böyüyü artıq.
quru otu yeyəndən sonra heyvanlar biraz qarınlarına ot gedirdi. Ondan sonra bağda rahat, yavaş-yavaş özləri üçün belə xudmani otlamağa çalışırlar. Aha, mələz, sahilən mələzimiz gəldi təkənin yanına. Hələ təzə buraxmışam bunları. Birinci dəfə qarşılaşırlar. Boy olaraq bu hələbdən biraz balacadır. Bunu saxlaya bilsək, 2 il saxlasaq, bu boy olaraq hələbi keçər deyə düşünürəm. Çünki bunun atası, əvvəlki hələb təkəmiz o boylu idi. Uzunluğu az idi, amma boyu hündür idi onun. Təmiz hələb idi o da. Bu da boylu çıxıb yəni. Amma uzunluğu da bunun pis deyil. Böyük təkənlə müqayisədə biraz azdır, yaşı balacadır. Bunu bir il saxlaya bilsək ildən sonra rahat bu hələb təkəsinin boyda keçəsidir yəni. Çünki mələz olanda 2 gen birləşir deyə adətən mələzlər təmiz cinsdən hər cəhətdən fərqlənirlər. Boy cəhətdən də fərqlənirlər. Yəni, təbii ki, o asılıdır heyvanın baxımından, düzgün baxımından, bir də inkişaf formasından. Bizim bunu anası doğanda az qalırdı, ölmüşdü, yəni keçib yarım saat onu zorla doğuzdurmuşuq. Ona görə çəpiş doğulanda da çox böyük idi. Onlar da əhəmiyyətlidir. Yəni məsələn damazlıq heyvan saxlamaq istəyəndə çəpiş anadan olandakı forması çox əhəmiyyətlidir. Ondan sonra aylara görə inkişaf, məsələn damazlıq heyvan seçəndə mütləq buna diqqət etmək lazımdır ki, bu anadan hansı çəkidə oldu bu bala, ayına görə inkişafı necə gedir, böyüməsi necə gedir. Bunun hamısı əslində damazlıq seçimində çox vacibdir. Yəni bəzən aldanırıq ki, hə görüntüsünə görə, nə bilim, formasına görə ki, yaxşıdır, nə bilim, yaxşı görünür, bunuzu yaxşıdır, amma təsərrüfat qurulanda ən vacib məsələlərdən biri balanın doğum çəkisi, inkişafı. Bunlar çox vacib məsələlərdir. Bu günlük bu qədər. İnşallah növbəti videolarda görüşərik. Allah amanında.